Bugün dostum Sadiqin ad günüdür. Mən də ad günü münasibətilə 24 saatda 24 hədiyyə vermək videosu çəkmək istədim. Və ilk hədiyyəm əlimdədir. Sadiq elə bilir ki, biz normal bir video çəkməyə gedirik, amma ona hədiyyə verəcəm. Sadiqin ilk tepkilərinə baxaq uşaqlar. İlk öncə mikrofonları taxaq. Səncə içində nə var? Stəkanca da ola bilər. Xoş bu vitə stəkan nə qaracam bu? Ağırdır amma. Aç. Qardaşım üzr istəyirəm. Bilirəm Novruz bayramı deyil, amma Novruz bayramı paketində verirəm sənə. Orada not var. Oha! Gözə görək notda nə yazılıb? Gözlərin oldu. Gözlərin aldı. Ad günündə dünya dəyişdi. Bu nə kürəkdir ola? Həqiqi şəmələrdən var sənə. Bu nə də? Baxaq ilk hədiyyəyə. Qardaşım ad günü mübarək. Dostlar planda yox idi, amma hava gördüyünüz kimi çox soyuq olduğuna görə. Ona görə mən də qərara gəldim ki, Sadiqi gətirim, kofe içsin. Abi salam aleykum. Abi dostumun ad günüdür. Ad gününə görə bir dənə kofe verək də buna. Hot. Abi yoxdur. Mən kimdən danışırdım ha? Hot çoço latte. Hot çokolade istəyirsən? Ha. Böyük istəyir. İlk dəfə mən xeyir görürəm bu videolardan. Bugün Sadiq 24 dənə hədiyyə alacaq. 24-ünün də pulunu mən ödəyəcəm təəssüf ki. Allah Sadiq. Küləkli havada siz necə gedir? Mən də içsəm gedər. İstəyirəm. Necə tuta bilmirəm ha onu? Uşaq mənə ilk dəfə xeyir verir. Like atın, abunə olun bu uşağa. Bəli, Sadiq bəy orada oturub məndən növbət hədiyyəsini gözləyir. Və digər hədiyyə çantamın içindədir uşaq var. Gözünü yum. Sadiq 3-cü hədiyyənin stolun üstündədir. Gözünü aç, bax. Nə? Hamıdan qəşəng. Nə deyirsən buna? Bu nə nağıldır indi bu? Oxu böyü. Güllü çiçəkli, qəşəng bir həyətdə, qara şadlı, balaca qapqara. Güllü çiçəkli qəşəng bir həyətdə, qara şadlı balaca. Yaxşı. Gördüyünüz kimi gül tikanının önündəyəm. O gün TikTokda bir dənə video gördüm ki, oğlanlar ilk gülünü öləndə alırlar. Sadiqə gül alacam uşaqlar, amma xəbəri yoxdur. Dostlar, güllər buradadır. Ən xoşuna gələ biləcək rəng bu ola bilər, çünki əsl kişi rəngi. Abi bu gülü neçəyə verərsən mənə? 40. Heç nə abi, götürürəm mən onu. Kartla ödəyəcəm uşaqlar. Bu videoda məndən qəşəng pul gedir. İlkin dedi ki, get bir yerdə otur. Gəlirəm indi mən harasa getdi. Gözləyirəm indi onu. Görəsən 4-cü hədiyyə nədir? Dostlar, Sadiq orada ağacın altında oturub məni gözləyir. Mənim də gülüm əlimdədir və arxama gizlədib Sadiqin yanına gedirəm. Sadiq. Nə olub bə xəstə? Gözümü yum. Allah bilir nə olub bu yenə. 4-cü hədiyyən. Ay, gözümü aç. Hə? Nə xiya? Heç sənə gül verən olmuşdu. Yox. Gəlsən qardaşın sənə gül verdi. Qabağa doğru addımlayırıq, gəl mənimlə. Təpəmə dəysin. 40 manat pul vermişəm mən ona. Sadiq, arxanda 5-ci hədiyyəm var. Hədiyyəni gül gedir burada. 4-cü hədiyyəni ayaqüstü saxlamağa çalışır. Arxanı çın. Bu da sənin 5-ci hədiyyən. Nə qədər verirsən buna? 1 manat. Gəl mən sənə o 1 manatı verim, sən canlı video çəkməyim. Təpəmə dəysin o aldığın hədiyyə. Mən neynəyəcəm onu? Elə bir sevgilim mənə sürpriz alacaq. Qatıqlar. Dostlar, mən 2 dəqiqə saçımı qırxdırdım, gəldi. Sadiq, bu turda sənə hədiyyə. Birinci siz baxın. Mənə istədiyini et. 2 kilometrə yaxın yol yerimədik. Mən taksi ilə 28-ə getmək istəyirəm. Səncə biraz çox şey istəyirsən, amma bir hədiyyə olaraq çıxar. Bununla istəyirəm. Yo, bux yeyirsən. 7-ci hədiyyə olaraq gördüm ki, Sadiqin neçə vaxt əyinbaşı yoxdur. Gətirmişəm Sadiqə əyinbaş alacam. Abi, ən ucuz mallar hardadır? Ən ucuzsa. Ən ucuzlar buralardır Sadiq. Götür get. Yox, mən ən bahalı bəlkə istəyirəm. Yox, qələt etsən, keç. Həyatda ən zəhləm gedən şey Sadiqlə paltar alış-verişinə gəlməkdir, çünki 2 saata seçir. Dostlar, bunu göstərdim. Deyir ki, bunun başqa forması vardı məndə. Bu basketbolçudur, xiyar. Bu tufaqdır. Fərqi nədir? İkisi də keçərli, bu da keçərli, o da. Bəli uşaqlar, Sadiq quş ol. Taşım, keç var. Ay Allah, şükür səndən xeyir gördüm. Abi, üzrü sayında biz görməmişdi, üstündə saxlayıb, etiketi var burada. Sancaq qalsa olar. Nə tər adamsan sən? 15 manat endirimdədir. 15 manat aldım ha, gördün də, sənə köynək aldım. Sadiqə əslində ya bu corabdan, ya bu corabdan zadalardım. Giyinməyəcək deyə belə bir şey alacağam, normal sadə. Ya da bunu götürsəm giyinər əslində, bunu götürəm bax. Və Sadiqə növbəti hədiyyəsini verirəm. Al Sadiq. Bu nədir indi? Kağız qoymuşsan bunun içinə. Kağız deyil, hədiyyədir. Aç bax. 1, 2, 3. Xoşuma gəldi Sadiq hədiyyə. Mən bayında sənə nə deyir? Təxmin edirəm, bax hədiyyələrdən biri belə bir şeydir. Xoşuma gəldi bəs. Ha, dəhşət. Başımın üstünə vuracağam ki, ilkin hədiyyəsidir bu. Yaxşı, ağlama. Hala, bu da sənə bir hədiyyə daha corab almışam. O dollar zar. Ha, bu yaxşıdır, bu xoşuma gəldi. Ha, bunu da al qatdala. Burada otur, məni gözlə. Paltarını tikletmək istəmirəm, oturma. Təzə paltar alanda oğlanlar, onda mən burada gözdə gəlirəm. A few moments later. İlkin gəlir uşaqlar. Qardaşım, bu hədiyyə üçün gözümü yum. Amma gözümü həqiqətən açma da. Uşaqlar orada köşkdən
aldım. Ey də, sən boyu. Ala. Sən boyu bir yerə soxu. Sən boyu bir yerə soxu. Like atın inşallah, like atın. Bu da sənin sayını bilmədiyim neçəncə hədiyyən. 1 manat verdin, 2 manat. 2 manat vermisən. Gəlin mən sənə 2 manat verdim. Kloka önündən qoymur yerə. Bu video bilirsən nədir? Gələcəkdəki uşaqlarımız. Şimdi çocuklarımız ileride babam sana nasıl çıkmak istedi diye sorarsan bu videoyu göstereceğiz. Hardan bildin ha? Gələcəkdə uşaqlarımız soruşanda ki atamla, yox anamla, bilməm kimlənsə necə sevgili Gəlir olmuşlar. hazır deyiləm, hazır deyiləm. Bu videoyu göstərəcəyik. Ver taxım. Aldığım üzüyə baxın uşaqlar. Ala. Zor da. Zordur ya. Növbəti hədiyyə bir də verim. Növbəti hədiyyədə belə bir sep. Qəşəngdir axı. Çək də içindədir qardaşım, neçəyə almışam baxarsan. Sadiq, sepin. Heç mən belə səhv taxmıram axı. Kiməsə verərsən də qardaşım, kiməsə verərsən. Ya verməyəcəm, lazım deyil. Bunlar qəşəng idi, həqiqətən qəşəng idi. Baba indi getdik. Dostlar, mənə deyir ki, papaq istəyirəm. Mən də gətirdim papaq almağa. Ev seçmirsən qardaşım, papaq seçirsən. Bax bundan bir dənə də alacaqsan. Sən fəsil nə seçim, sən də kömək elə də. Rəngli bax. Bax bunlar da zordur. Amma bunlar bağlar, onlara baxma. Baxma qardaşım, baxma. Bu, məncə bu. Oba! Zordur. 10 manat allama, Sadiq. 5 manatını bəsləmədin, sən ver. Sadiq. Gözünü yum, növbət hədiyyə gəlir. Gözünü yum. Uşağa paketin içinə qoymuşam elə. İki yataq var burada. Bir dənə təxmin elə. Ən çox mənə nə deyirsən? Nə bilim. Aç bax. Bantikini də vurmuşam. Ad günü mübarək qardaşım. Çox sağ ol qardaşım. Ən sevdiyim hədiyyə bu oldu. Gəl, Xiyar qardaşım. Mən özümə hədiyyə elədim ki, sənə çox hədiyyən olsun da. Ən keyfiyyətli hədiyyə budur, çünki bu mənəm. Yemək. Ye. Sadiqin 15-ci hədiyyəsi içi dolu bir dönər idi və yanında ayran da aldım. Nə olsun ki 5 gündür yumadığım əlimi ayrana saldım. Dostlar, Sadiq evinə getdi, aldığım hədiyyələri evə qoyub qayıdacaq. Hədiyyələrin ardını bizdə çəkəcəyik. Sadiqə troll bir hədiyyə daha hazırlayıram. Ona görə butonumu burada gizlətməliyəm. Canım mənim, canım. Sizi çox sevirəm uşaqlar. Hər buna baxanda siz yadıma düşürsünüz. Videonun tam bu hissəsində like atmağı, abunə olmağı unutmayın, çünki sizi çox sevirəm. Arxadan səslər gələ bilər, həmişə kimi burada içəridəyə baxıram uşaqlar, ona görə. Gördüyünüz kimi bu butonun qabıdır. Bunun içinə bir şey qoyub Sadiqə verəcəm. Sadiq də elə biləcək ki, ona butonu verirəm. Amma əslində nə verəcəm? İzləyin, görün. Və uşaqlar, pəncərədən görürəm Sadiq gəlir. Ad günün mübarək! Ay, yadımdan çıxdı. Qorxduq yara, o neydi ala? 16-cı hədiyyəm buydu. Bir dəqiqə, bu indi məndə xeyir oldu ki. Partladı da. 17-ci hədiyyə musiqi oldu. Linkini ataydın, evdə oturub baxardın da. Ayetim. Bu da 18-ci hədiyyən. Sənin bu qutularla problemin var. Sən bürcüvə özəl sənə tərəzi kürəsi almışam. Mənim bürcüm qız deyil, xəstə. Nə qəşəng işıq yandı, işıqlar söndürək. İşıqlar söndürdüm, biraz da pis oldu. Bax, qaranlıq otaqda nə qəşəng görsənir, Sadiq. Mən amma tərəzi deyiləm. 19-cu hədiyyəni gətirirəm sənə. Otur burada, gözünü yum yerdə. Ay da, yenə də başladıq da. Ala, bu kanalda sənin çox əziyyətin var. Butonu sənə hədiyyə edirəm. Aç qaranı qaldır, butonu görəcəksən. YouTube'un məktubunu oxu, sonra qaldır. Getir. Sadiq, növbəti hədiyyə cibimdədir. 3, 2, 1. Pozqaza. Bizim ən çox izlənən videolarımızdan biri. Butonu izləyə bilərsiniz. Buradan izləyin. TikToker'a bak. YouTuberəm, TikToker deyiləm. 2 manat. 2 manat havaydan təbrik edirəm. O 2 manatı necə xərcləyəcəksiniz Sadiq bəy? 21-ci hədiyyən. Üstündə sonrası adım yazır. Ona pulum çatmadı. Neçə qəpik vermisən? Yaz gör hələ yazır. Yazır. Əla, dərslər başlayıb deyə sənə qələm aldım. 20 qəpik verib rütq alamırdı. Ala, bu da 22-ci hədiyyən. O, haçan almısan onu? Bunu mən uşaqlığımda almışam, mən üçün çox dəyərlidir, ona görə sənə verdim. Bir dəqiqə, mən Ay, uşaqlar Sadiqin sepini fırlatmışdım o günləri, tapdı ya. bu daha çox hədiyyə oldu uşaqlar. Bunu fırlatmışdı kimsə, tapa bilmirdim kim fırladıb. Səndən bu fırladıbmış. Dostlar, indi Sadiq əllərini yuyur və Sadiq TikTokda canlı açır. Əllərini yuyan hamamda canlı açmır. Evində canlılar açır Sadiq və canlıda işıq problemi yaşayır deyə mən öz işığımı Sadiqə verəcəm. Bəli, mən çox yaxşı dostum. Özümün işığı yoxdur, amma Sadiqə işıq verirəm. Yenə nədir? Qardaşım, sənin işığın yox idi da. Bu gün də bir yetimsən. Xiyarza çıxacaq. Yox, Allah haqqı yox. Aha! Bu işığın tripodudur, xiyar yoxdur. Ay, xiyarda dağıtma da, xiyarı da ya buradadır. Hələ də xiyar çıxma ehtimalı var uşaqlar. Yoxdur, işıq da özüm ölüm. Oy, sübü. Məzələnsən. 40 manat qabaqdayım, yes. Bəlkə bir dənə də hədiyyə verim sənə. Nə TikTok-un reklamını elə. Yadımda deyil. Şəkli çıxsın da reski. Uşaqlar, Sadiqin TikTok səhifəsinin şəkli ekrana çıxdı. TikTokda PUBG yayınları açır. PUBG oynayanlar gedib yayınlarına dəstək ola bilərlər.